Niyə qoymursunuz kasıba kömək edəyək? Tolik, Allah təala rəhmət eləsin, düz vurğuladın. Yəni mən heç vaxt etdiyimi deyən insan deyiləm. O ev məsələsi də zəng gəlmişdi, orada düzüb, o arxadakılar düzüb qoşub eləmişdi. Elə ev söhbətçədə olmamışdı, elə bir şey yoxdur. Yəni onu sən şəxsən sən eləməzsən. Eləmərəm, sən niyə? Gələm sən evin kupçasını gətir mənə elə göstər. Görüm Şəbnəmin adına da ondan sonra deyərəm. Sadəcə mənə zəng gəlib, o xanım biraz danışıb burada onun Allah şükür evi də var, hər şey. Onu başqa cür yazıb elə dedi. Ayşə, Allah sənə özünə versin, ay Şəbnəm. Bəli. Vallahi Allah hamısını özünə versin. Az qazanaq, minnətsiz qazanaq. Mən onu demək istəyirəm ki, ev yox, qoy desinlər ki, Şəbnəm nəyisə etdi, amma inanın ki, mənim içimdən gəlməsə, niyə eləyim ki? Çox sağ ol eləmişsən. Kim o çox sağ ol deyə bilmirsə? Mən bilmədim o ailələr kimdir, kimlərdir. Əcəb elədin. Mən eləmişəm, eləyəcəm də. Tək öz rayonum yox, mən gedəndə Cəlilabadda da eləyərəm, Masallıda da eləyərəm, Şəmkirdə də eləyərəm. Bu mənim için yol gedirəm məsələn. Allah Taala bölüşən insanlara daha çox ruh verir. Yol gedirəm, düşərəm kənddir, balaca bir mağazadır, düşərəm orada da onu eləyərəm. Eləyəcəm də. Bax, o günləri Şəbnəm heç bilmirdi ki, video çəkirdi. Bir xanıma hörmət elədi. Maşını açmışdın, səhv etmiş, sən idin, yoxsa ki, orada dedilər ki, kim idi? Bahar Lətif qızı yox. Orada xanıma çəkəndə dedi ki, dünənləri Şəbnəm xanıma yardım eləmişdi. Şəbnəmə dedi ki, sağ olsun. Bahar Lətif qızı da mənə yardım edeyim. Başqa müğənni olsaydı, kəsərdi onu. Bax, pul vermişdi, 100 manat az pul deyil. Məsəl üçün, dalandarların maaşı 400-500 manatdır da, ayda yazıqlar. Onların əllərinə qurban olum. Səhər-səhər küləkli havada, amma onların müdürləri, o jek müdürləri, qarınları bu boyda gəlirlər günah, süpürdün az buranı, süpürdün buranı, getdi. Amma bunlar kömək edib buna. Orada Baharın adını çəkdi, görün. Şəbnəmin vasitəsilə Baharın yaxşılığı yayıldı. Deməli, saf ürəklə verib. Ona görə də eləməyin belə şeylər, qurban olun. İnsanlar yaxşılıq edir, insanları söyləməyin. Mən yolu gedirəm, Tolik, bax, and ola Allaha. Mən həqiqətən də düz deyirsən, o yaşlı qadınlara, o səhər tezdən ki, birdən gedirəm də, harasa uçuram uzağa. O yolun qırağını gedirəm. Ürəyindən gəlir də. And olsun Allah, o qoca nənələr, elə qadındır da. Qadın istəyər ki, isti ocağında otursun. Ay, rəhmət aparın da, qurban olun. Qadın istəyir, isti ocağında otursun, gətirib versinlər, balalarına baxsın. Amma mən görürəm, o ağzı yamşaqlı bağlayır, orada süpürür, and ola dəfələrlə. Baxmışam, saxlaya bilmərəm burada, amma yenə də saxlamışam. Ona, bəlkə də onun 10 günlük ehtiyacını, o mənim içimdən gəlir. O qədər sevinir ki, o qədər sevinir. Mən yol gedirəm, bəli. Eləyin, nə olar, eləyin, o pis yazanlar, eləyin də, eləyin. Siz eləyin, gətirin Şəbnəmin adını eləyin. Eləyin, nə olar, o pis bir şey deyil. Siz də gedin bir rayona 10 minlik borc bağlayın. Deyin ki, mənim Şəbnəmlə nəyməz ki idi. O pis söyüşü yazdığınıza, Allahdan günah qazandığınıza buralara. O deyir, hinkir-minkirləri. Onu qazanmayın da, yaxşı şey qazanın. Nə oxuyacaqsən bizim üçün? Nə vermişsiniz Vüsal bəydən? Gəlsin, onun ifalarından sevilənlər, mahnılarından biri. Buyursun, verişimizin vaxtında da az qalıb. Amma mən verişin sonunda yeni klipi bir daha istəyirəm göstərək biz. Olsun, bəli.